Əl-Bəqərə surəsində 248-ci ayədə sandıq haqqında danışılır. O barədə bilmirəm. Bilmirəm. Yəni məlumat var, amma demək istəmirəm çünki dəqiq deyil ona görə. Dəqiq. Bir də yəni məndə dəqiq deyil ona görə. Aydın oldu. Bir də bu Peyğəmbər sallallahu əleyhi və səlləm meraca qalxanda, yəni bu Qudüsdən qalxır, yoxsa nəsə deyirlər, daş, nəsə bilmiş şey. Qısa deyim, Meraz və İsra ayrı-ayrı şeylərdir. İsra gecə yürüşünə deyirlər. İsra gecə vaxtı yürüyənə, gecə yürüşünə, gecə səfərinə, gecə vaxtı səfərə deyirlər İsra. Quranda İsra surəsi var ha. Nə üçün deyilib ki, Bəni İsrail? Məsələn, deyirik ki, Bəni Adəm, Adəmin övladları. Bəni İsrail, mənası budur ki, gecə gəzənin, gecə qaçanın övladları. İsrail, Yaqub əleyhissalamın ləqəbi olub. O zaman ki, Yaqub əleyhissalam, Yaqub yəni İbrahimin oğlu İshak, İshakın oğlu Yaqub, Yaqubun oğlu Yusuf və onun qardaşları və o nəsil artıq Bəni İsraildir, Yahudilər. Çünki Yaqub əleyhissalam qövmü onu öldürmək istəyir, gecə vaxtı qaçır, öz yaşadığı yerdən qaçır, hicrət edir. Adı qalır İsrail, gecə qaçan, gecə səfər edən. Ona görə onun övladlarına deyirlər Bəni İsrail. Gecə köçənin övladları, yəni Yaqubun. Bildin İsra nədir? İsra gecə. O İsra surəsində Allah Subhanahu nə buyurur? Əsra bi abdihi leylən minəl məscidil harami iləl məscidil aqsa. Əl-ayə. Gecə vaxtı qulunu Məscidül Haramdan Məscidül Aqsaya aparan Allah. Bu İsradır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm birinci Cəbrail ilə Buraqın belində Məkkədən, Kəbədən Yerusəlimə, Qüdsə, Məscidül Aqsaya gəlir bir anlıq, tez bir zamanda. Bu İsradır və oradan da göyə yüksəlir. Bu da Meracdır. Merac. Merac artıq qalxmaq, pilləkan, yüksəlməyə deyirlər. Aydın, bu hadisə iki hissəyə bölünür. İsra və Merac. İsra başlayıb Məkkədən Qüdsə, Merac isə Qüdsdən səmaya. İxlasla.com saytı tərəfindən təqdim olundu.